Bismillahirrahmanirrahim. Ramazan ayında oxuduğumuz hədislər hər biri bizə Ramazan ayının fəzilətini anladır, başa salır və bu ayda etdiyimiz ibadətlərin nə dərəcədə yüksək məqama sahib olduğunu göstərir. Bir hədisdə Allah Rasulundan oxumaq istəyirik. Allah Rasulu Ramazan ayı barəsində bir hədis buyurur ki: "Ləv ya'lamul abdu ma fi Ramazan لَوَدَّ أَنْ يَكُونَ رَمَضَانُ السَّنَةِ Buyurur ki, Allahın Resulü, əgər bəndə Ramazan ayında nə olduğunu bilsəydi, bütün ilin Ramazan ayı olmasını arzulayardı. Yəni, insan bu ayın əzəmətini, bərəkətini və misilsiz fəzilətini anlasa, Allah Resulü buyurur, bu ayın çıxmasını istəməz. Və belə bir arzuda olar ki, kaş elə bütün aylar Ramazan ayı olaydı. Necə ki, Peyğəmbər və Əhl-i Beytin sözlərinə baxdığımız zaman görürük ki, onlar Ramazan ayı gəldi necə sevinirlər. Ramazan ayını necə qarşılayırlar. Və bunun əksi olaraq isə Ramazan ayı çıxdığı zaman isə məyus olurlar. Ondan vidalaşırlar. Və dualar da edirlər ki, yenidən bizə nəsib olsun Ramazan ayını görmək. Onun üçün çox bərəkətli bir aydır, fürsətlər ayıdır. İlahi fürsətlər var burada. Və bildiyimiz kimi fürsətlər də insanın əlinə gec düşür, amma tez insanın əlindən çıxır. Və həmin o fürsət əlimizə düşən zaman onun qədri qiyməti gələ bilinsin. Ramazan ayı əlimizə düşən çox gözəl bir fürsətdir. İnsan yenidən başlaya bilər bu aydan. Bu ay insana onu verir, onu bəxşir ki, insan yenidən bir cəhd eləsin. Elə bil ki, bundan qabaq yaşadıqlarımız geridə qaldı, da ora fikirləşməyək. O keçmişdə buraxdığımız səhvlərin, etdiyimiz günahların tövbəsini eləyək. Fürsət əlimizdədir. Ömrümüz hələ ki sona çatmayıb. Canımız sağlamdır. Bu günlərdən niyyət eləyək və Allaha yaxınlaşmaq üçün Ramazan ayından istifadə edib Allaha yaxınlaşaq. Çünki bu fürsət də əlimizdən getsə, sonra yenidən belə bir fürsət əlimizə düşəcəkmi, düşməyəcəkmi, biz bunu bilmirik. Allah hər birimizə bu ayı dərk eləməyi nəsib etsin.